Mən bir dəfə o həbs dövrümdə baş müstəntiqə dedim. Dedim, ata-babalarımız şiədir, mən ata-babalarımın yolu ilə gedirəm. Sən ya gəlməsən, ya da dönməsən. Sən qonaqsan, dönübsənsə xəyanət edibsən. Gəlibsənsə qonaqsan, qonağa ev sahibi yol göstərər. Onlara Allahın nazil etdiyinə tabe olun deyildikdə, onlar, xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yola yönəlməyiblərsə necə? Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, biz onların cəzasını əksiltmədən tam verəcəyik. Xeyr! Müşriklər, biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik deyirlər. Bu Qur'an qüdrətli və rəhimli Allah tərəfindən nazil edilmişdir ki, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.